Deməli, qarşıma bir video çıxdı, onu sizinlə paylaşmaq istədim. Çox ilginc bir videodur, həqiqətən də baxdım, yəni məhəttəl qalıram ya böyle şeylər. Güya adamlar dini yaşayırlar, İslamı yaşayırlar. Yəni bu hansı düşüncədir, bu hardan gəlib bizim millətə bilmirəm həqiqətən də. Bunlar Hüseyn aşiqidir və bunlar dini yaşayırlar. Güya. Mən bir gənc olaraq belə ağ saqqaldan, yəni dırnaq arası ağ saqqaldan nə örnək götürürüm, beyində həqiqətən çox maraqlıdır. Ətrafın yığıb 50-60 nəfəri güya bu adam Hüseyn aşiqidir, Hüseyni yad edir. Amma halbuki ya bunu İslam qəbul etmir, ya din qəbul etmir, ya da ki Quran-Kərimdə belə bir şey yoxdur. Gedin, açın, araşdırın, baxın. Görək belə bir şey varmı? Qətiyyən yoxdur. Dini yaşamaq yaxşı bir şeydir, amma doğru yolla, ədalətlə, düzgün şəkildə, yəni araşdırmaq lazımdır. Hə, mən namaz qılıram, gəl mənlə namaz qıl, gedib ona qoşulub namaz qılmır. Baxın, araşdırın, müasir dövrdir. Bugün çox sadə və şəffaf şəkildədir, araşdıra bilərsiniz istədiyiniz yerdə. Hər yerdə bugün məlumat var. Araşdırın, sonra namaza başlayın. Biri var, namaz qıla-qıla günah qazanırsan, bir də var namaz qılmayıb günah qazanırsan. Yəni, başa düşürsünüz, bunların arasında nə qədər fərq var. Həqiqətən də gözəl bir şeydir. İnsanı ucaldır, mərhəməti ölçədir. Başını vurmaqla, uşağı ağlatmaqla o din sayılır. Əgər inancın var deyirsənsə, əməlində göstərməyə çalış, nümunə olmağa çalış. Çünki gənclər, uşaqlar, körpələr sənə baxırlar, səndən örnək götürürlər. Yaxşı şeylər öyrətməyə çalışın. Cəmaatın başını asılı şeylərlə qatmağa çalışma.